Salam değerli izleyiciler, değerli futbol severler, hər birinizi xoş gördük. Bugün o möhtəşəm maç tutacaq. Liverpool-Qarabağ maçı artıq değerli dostlar saatlar qalıb. Hansı heyətlə komandalar oyuna çıxacaq bir qədər sonra bu barədə sizləri məlumatlandıracağım. İlk öncə onu nəzərinizə çatdırım ki, Liverpool-Qarabağ maçı Anfield stadionunda Bakı vaxtı ilə saat 00:00 radələrində start götürəcək. Və bu möhtəşəm maç Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turu, yəni sonuncu turu çərçivəsində baş tutacaq. Artıq bu maçdan sonra hansı komandanın Liqa mərhələsində neçənci yer tutacağı bəlli olacaq və eyni zamanda Çempionlar Liqasında potensial rəqiblərimiz də bəlli olacaq. Dəyərli dostlar, mən isə vaxt itirmədən potensial start heyətləri sizin nəzərinizdə çatdırmaq istəyirəm. İlk öncə ev sahibi komanda Liverpool komandasından başlayaq. Liverpool komandasının qapısını Alisson Becker qoruyacaq. 1 nömrəli futbolçu müdafiə xəttində. 30 nömrəli Frimpong, 6 nömrəli Miles Kerkez, 4 nömrəli Virgil van Dijk və Joe Gomez'in yoxluğunda 3 nömrəli Wataru Endo müdafiə xəttini təşkil edəcəklər. Dayaq yarım müdafiəçilərə gəldikdə Alistair, Ryan Gravenberch, Florian Wirtz və Dominik Szoboszlai. Dəyərli dostlar, bu komandanın yarım müdafiə xəttini təşkil edəcəklər. Hücumda isə Gadi Gakpo və Muhammed Salahın oynayacağı gözlənilir. Qarabağ komandasına gəldikdə qapını sözsüz ki Matiusz Kochalskiyə etibar edib Qurban Qurbanov. Müdafiəçilər sağ cinahda Mateusz Silva, sol cinahda Elvin Cəfərquliyev 44 nömrə altında çıxış edəcək və mərkəz müdafiəçilər 81 Kevin Medina və 13 Bəhlul Mustafazadə. Dayaq yarım müdafiəçilərimiz 35 nömrəli Pedro Bicalio və 8 nömrəli Marko Yankovic olacaq. Hücuma meyilli yarım müdafiənin mərkəzində yenə də start heyətdə 9 nömrəli Johnny Montiel'ə şans veriləcək. Hücumun sağ cinahı və yaxud sağ cinah wingeri kimi Leandro Andrade çıxış edəcək. Sol cinahda isə kapitan Abdullah Zubiri görəcəyik. 10 nömrə altında çıxış edən bu futbolçumuz yenə də Qarabağın uğurları üçün start heyətdə meydanda olacaq və hücumun sivri ucunda təbii ki Kamilla Duranı görəcəyik və ümid edirik ki yenə də qol və ya qollara imza atacaq. Bəli, Anfield stadionunda 61.000 azarkeş qarşısında başlayacaq bu maçda Qarabağ komandasını gərgin oyun gözləyir. Bəs Qarabağ komandası bu maçdan hal qazana biləcəkmi? Bir qədər sonra bu barədə öz fikirlərimizi sizin nəzərinizə çatdıracağıq. Amma ilk öncə Qurban Qurbanovun fikirlərinə və futbolçumuz Marko Yankovicin fikirlərinə yer verəcəyik. Onu da sizin nəzərinizə çatdırım ki, hakim Ivan Krujyak, Slovakiyadan olan hakim bu oyunu idarə edəcək. Bu mövsüm ikinci oyunumuzdur ki, məhz bu hakimə tapşırılır. Qeyd edim ki, Şikendiya səfərində də məhz bu hakim oyunu idarə etmişdir. Rəqib komandanın futbolçusu Frimpong Qarabağ komandasının zəif komanda olmadığını, bu oyuna yaxşı hazırlaşmaq lazım olduğunu vurğulamışdı. Amma onun komanda yoldaşı Van Dijk isə Qarabağ komandasını rahatlıqla məğlub edəcəklərini vurğulamışdı. Siz nə düşünürsünüz? Qarabağ asan yemdirmi? Fikirlərinizi şərhlər bölümündə yazın. Arne Slot rəqib komandanın baş məşqçisi. Həmçinin o da açıqlamasında bu oyuna qələbə üçün çıxacaqlarını, amma bunun asan olmayacağını vurğulamışdı dəyərli dostlar. Bəli, Qarabağın baş məşqçisi Qurban Qurbanov da açıqlama verib. Onun açıqlamasını qısa olaraq sizin nəzərinizə çatdıraq. Çünki çox vacib məqamlara toxunub Qurban Qurbanov. Qurbanov deyib ki, əsas mərhələnin həlledici maçına çıxırıq. Bizi möhtəşəm stadionda, möhtəşəm azarkeş dəstəyi qarşısında oynamaq gözləyir. Liverpoolun hər bir üzvü hər zaman qələbəyə azdır və sahaya yalnız bu istəklə çıxır. İngiltərədə yadda qalan və keyfiyyətli futbol nümayiş etdirməyi çox arzulayırıq. İnanıram ki, futbolçularım sabah öz potensiallarını maksimum dərəcədə ortaya qoyaraq ən yaxşı oyunlarından birini sərgiləyəcəklər. Son vaxtlar şanslardan çox danışılır, amma biz elə stadionda elə bir komandaya qarşı oynayırıq ki, kənar fikirləri atmalıyıq.
hər zaman belə rəqibə qarşı belə azarkeş önündə oynamaq və böyük futbolun dadını görmək mümkün olmur. İnanıram ki, heç bir futbolçunun fikri başqa yerdə olmayacaq, hamının diqqəti sırf bu oyunda olacaq. Özünü yaxşı tərəfdən göstərsin deyə bütün futbolçular intizamlı oyun nümayiş etdirəcək və mübarizə aparacaqlar. Sınaqlarımız çox olub və indiyə qədər bunlardan pis çıxmamışıq. Amma sabah daha yaxşı nəticə, dünən bu müsahibənin verdiyi üçün, bugün daha yaxşı nəticə əldə etmə şansınız var. Əgər belə böyük oyunlarda indiyə qədər nəticələrimizdən daha yaxşısını əldə etmək imkanımız varsa, əlbəttə ki, bu bizdən həm sınaq, həm də imtahan, həm də böyük məsuliyyət tələb edir. Bu oyunların, bu imtahanların içində bəlkə də ən qorxulusu budur. Böyük tarix və təcrübəsi olan belə klublarda problemlərin uzun sürəcəyini düşünmürəm. Liverpooldan söhbət gedir. Əvvəla nəzər salsaq, onların Çempionlar Liqasında həddindən artıq yaxşı nəticələr qazandıqlarını görərik. Ola bilər ki, milli çempionatdakı nəticələri klubun adına və tələblərinə uyğun deyil, ürəkəsən görünmür. Lakin Çempionlar Liqasına demək olar ki, səhv etmirlər. Bu cür komandaların problemləri tez bir zamanda aradan qaldırmaq gücü var və biz buna qarşı çox diqqətli olmalıyıq. Bu cür cəsur komandaya qarşı belə bir stadionda oynamaq bizə böyük təcrübə, gələcək işimiz üçün isə güvən verəcək. 15-16 il geriyə dönsək, görərik ki, hər böyük oyundan sonra həyəcan azalır, təcrübə çoxalır. Belə oyunların nəticəsi bizim üçün danışılır, diqqət daha da artıb. Bu bir daha göstərir ki, Azərbaycanda futbolu sevirlər. Bakıda Liverpool azarkeşi çoxdur. Hətta burada gələn zaman Azərbaycanlı azarkeşlərimiz var idi ki, mən özüm onlarla ünsiyyətdə olmuşam. 10-15 ildir bu klubda azarkeşlik edirlər. Düzdür, onlardan indi hansı komandanı dəstəkləyəcəklərini soruşmadım. Amma hər halda bu komanda Azərbaycanda sevilir. İnanıram ki, belə maraqlı oyunlarımız hələ çox olacaq. Ümumiyyətlə, Liverpoolun çox maraqlı, cəlbedici heyəti, təcrübəli kapitanları və oyuncuları var. Məhəmməd Salah meydanın istənilən yerində təhlükə yarada bilən futbolçudur. Özünə xas oyun üslubu var. Belə komandaya qarşı oynamaq xoşdur. Futbolçularımız rəqibin ustalığını nəzərə alaraq meydanın hər qarşında diqqətli olmalıdır. Ancaq mənə görə biz bu cür komandalara qarşı öz düşüncəmizi, öz oyunumuzu göstərməyə çalışmalıyıq. Bu 20 dəqiqədə ola bilər, 45 dəqiqədə. Amma istədiyimizi meydanda tətbiq etməliyik ki, gələcək üçün gücümüzü və potensialımızı bilək. 16-17 ildir ki, bu komandanın qarşısında bir məqsəd var. Birdən-birə böyük uğur əldə etmək yox, yavaş-yavaş pillə-pillə irəliləyərək hədəflərimizi böyütmək. Rəhbərlik səviyyəsində hər kəs böyük məsuliyyət hiss edirdi. Çünki komandanın adı Qarabağdır və bunun Azərbaycan üçün nə demək olduğunu hər kəsə bəllidir. Rəhbərlikdən tutmuş istənilən işçiyə qədər hər kəs məsuliyyətlə çalışırdı. Çox işgüzar kollektivimiz var idi. Mən özüm də illərlə futbolçu olduğum və çətinliklərdən keçdiyim üçün bu proses mənim üçün nisbətən asan oldu. Biz öz qarşımıza tələblər qoyaraq bu uğurları ancaq zəhmət hesabına əldə etmişik. Bugün belə bir stadionda Çempionlar Liqasında iştirak etmək bizim üçün çox sevindirici haldır, dəyərli dostlar. Qurban Qurbanov deyib. Qeyd edim ki, oyun yerli vaxtla 21:00-da, Bakı vaxtla gecə saat 12-də başlayacaq. Dəyərli dostlar, Marko Yankoviç də açıqlama verib. Gəlin onun da qısa açıqlamasına bir toxunaq. O deyir ki, burada olduğumuz üçün özümüzü xoşbəxt hiss edirik. Meydanda ən yaxşı oyunumuzu göstərərək Bakıya yaxşı nəticə ilə qayıtmaq niyyətindəyik. Liverpoolun çox yaxşı və böyük keyfiyyətli malik oyuncuları var. Ötən mövsümlərdə Bayer Leverkusen ilə maçlarda Florian Wirtz və Jeremy Frimpong artıq bizə qarşı oynayıblar. Həmin dönəm onlar Avropanın ən güclü komandalarından biri idilər. Amma onlara qarşı möhtəşəm oyun keçirməyi bacarmışdıq. Ümid edirəm ki, sabah da buna bənzər oyun və daha da yaxşı nəticə əldə edəcəyik, deyib Marko Yankoviç. Oyunlar hansı kanallarda yayımlanacaq, onu da sizin nəzərinizə çatdıraq, dəyərli dostlar. Qeyd edim ki, Sportop, İqman News və İqman kanallarında canlı yayımlarımız olacaq. Həmçinin televiziyalarda deməli, CBC Sport kanalı, Manchester City Galatasaray maçını canlı yayımlayacaq. İctimai televiziyası Liverpool Qarabağ maçını canlı yayımlar bizlərə təqdim edəcək. Həmçinin TRT1 kanalı da Manchester City Galatasaray maçını canlı yayımlayacaq. Nədənsə Türk kanalları heç vaxt Qarabağın oyunlarını canlı yayımlamır, amma biz həmişə onların maçlarını canlı yayımlayırıq.
Və beləliklə gələk əsas məsələyə. Liverpool Qarabağ maçında hansı nəticəyə ümid edirik ki, mən düşünürəm ki, Qarabağ komandası bu oyunda heç-heçə etmə şansı daha yüksəkdir. Təbii ki, qələbə qazana da bilər. Bu təqribən 14-15%-dir. Ümumiyyətlə mütəxəssislər də fikirləşirlər ki, Qarabağın heç-heçə etmə şansı yüksəkdir. Bir çox mütəxəssislər təqribən 30-32% Qarabağın heç-heçə etmə şansı olduğunu düşünürlər. 54% Liverpool qələbəsinin olduğunu düşünürlər. Amma mən təqribən 50-55% heç-heçə düşünürəm bu oyuna. Qarabağ komandası bu oyunda möhtəşəm oyun nəticə göstərəcək. Amma bir qorxduğum məqam var. Bu oyunda Qarabağ komandasının hər hansı bir futbolçusunun qırmızı vərəqə alması məsələsi ola bilər. Çünki Qarabağın qarşısını almaq üçün play-offda daha zəif təsir bağışlaması üçün əsas heyət üzvlərindən birinə qırmızı verib, bəlkə də ikisinə qırmızı vərəqə verib play-offda daha zəif hala sala bilərlər. Çünki əslində UEFA-ya Qarabağın növbəti mərhələlərə çıxması o qədər də sərf eləmir. Çünki onlar istəyirlər ki, daha böyük klublar növbəti mərhələlərə çıxsınlar və reklam gəlirləri daha çox olsun, yayım hüququndan daha çox gəlir əldə etsinlər. Biz isə Qarabağ komandasına uğurlar arzu edirik. Ümid edirəm ki, bugün axşam canlı yayımda görüşəcəyik. Hələlik.